Bu günləri çox təəssüf olsun, cəmiyyətimizdə ayaq alıb gedən ən pis zinanın növü, ən iyrənc əxlaqsızlığın növü ərli arvadların xəyanətidir. Evli kişilərin xəyanətidir. Ay Yusuf Peyğəmbər, o cür Allahın Peyğəmbəri, gözəl insan, gizlində Züleyxa kimi qadın onu həbsə salsa da, onu zindana göndərsə də, namusuna əl uzadıb xəyanət etmədi. Utansın o kişilər. Özləri evli ola-ola başqasının həyat yoldaşına göz dikib ona xəyanət edirlər. Çox təəssüf, çox təəssüf. Bəzilərinin deyirsən ki, o özü mənlə əlaqə saxlayır, mən nə edeyim? Və sənin qeyrətin nə oldu? Sənin kişiliyin nə oldu? Ən pis zina budur. Allah bəla göndərər. Bir var, gedib elə bir qadınla çirkin iş görürsən, zina edirsən, o subaydır. Bir də var, evli qadınlara sən gedib bu işi görürsən. Bundan pis günah və xəyanət yoxdur. Və cəmiyyət bununla da gedir uçuruma. Və çox təəssüf olsun ki, cəmiyyətə də bunu təbliğ eləyirlər. Ona görə cəmiyyətdə görsən ki, ərli arvad ərin qoyub qaçır. 2 dənə uşağı var, qoyub qaçır. Biabırçılıq da eş.